İllərlə səbr edib dözdü xalqımız, bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ düşməndən azad edildi, Azərbaycan zəfər günün mübarək. Bilsinlər şəhidlər, bilsin qazilər, tökülən o qanlar olmadı hədər. 44 günə oldu möhtəşəm zəfər, Qarabağ bizimdir. Azərbaycan zəfər günün. Şəhid valideynləri, əziz şəhid yaxınları, əziz sağlavatlar, bugün çıxış eləmək həm şərəflidir, həm xoşbəxtlidir. Ona görə ki, biz bir zəfər bayramımızı qeyd eləmək üçün bu tədbirə toplaşmışıq. O bir tərəfdən də 20-ci ildən 5 ildən artıq vaxt geçməsinə baxmayaraq, mən düşünürəm ki, 100 illər geçsə belə, biz nə o 44 günlük müharibəni, nə də bu zəfər günümüzü unutmağa nə mənəvi haqqımız var, nə ixtiyarımız var. Nə qədər Azərbaycanımız var, bu 8 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gün kimi yaşayacaq və qalacaqdır. Ali Başkomandan, Müzəffər Ali Başkomandan Cənab Prezidentin rəhbərliyi altında cəmi 44 gün sürən müharibə bizə böyük şərəf. Şında tir-tir əsəcək, Azərbaycan zəfər günün mübarək. Var xalqımın müzəffər sərkərdəsi, qılıncdan itidir onun kəlməsi. Bəs eyləyər döyüş əmri verməsi, dəmir yumruq yenidən birləşəcək. Azərbaycan zəfər günün mübarək, Azərbaycan zəfər günün mübarək. Azərbaycan zəfər günün mübarək, Azərbaycan zəfər günün mübarək. Minlərlə şəhidlər, bunca qazilər, nə də gördüyümüz o faciələr. Nə qədər üstündən keçsə də illər, heç vaxt yaddaşlardan silinməyəcək. Azərbaycan zəfər günün mübarək. Zəngilan bizimdir, Laçan bizimdir, Kəlbəcər, Füzuli, Ağdam bizimdir, Xankəndi, Xocalı, Şuşa bizimdir. Düşmən bir də yuxusunda görəcək. Azərbaycan zəfər günün mübarək, Azərbaycan zəfər günün mübarək. Azərbaycan zəfər günün mübarək, Azərbaycan zəfər günün mübarək. Elxanoğlu deyir, gəlin səbr edək, 30 il dözmüşük, 5 ildə dözək. Yenə də düşmənlər axıllanmasa, ordumuzu İrəvanda görəcək. Şında tir-tir əsəcək, Azərbaycan zəfər günün mübarək. Var xalqımın müzəffər sərkərdəsi, qılıncdan itidir onun kəlməsi. Bəs eyləyər döyüş əmri verməsi, dəmir yumruq yenidən birləşəcək. Azərbaycan zəfər günün mübarək,